Olur, başlayaq. Sağ ol mən. Deməli, bugünkü dərsimiz olacaq. Yeni mövzularda set, multiset map yazmışam adı olaraq. Gəl birinci vektordan başlayaq. Nə olduğunu deyək. Bir dəfə demişdik vektordan. Vektor deməli dediyim massivlərdir. Vektor. İçində bax, bu mötərizələrin içərisində, mötərizə deməyim, buna böyüdü, kiçikdir işarəsi deyim də, tipi yazılır. Məsələn, int yazmışamsa, bu nə tipindədir? Tam ədədlər tipindədir. İndi buraya yaza bilərəm, tutaq ki, string. Deməli, string massivi olardı indi. Ya da double yazsaydım, kəsr ədədlər massivi olardı. İçindən nə yazmışamsa, həmin tipdə olur da. Biz int onsda həmişə long eləyirik deyə bütün tam ədədləri int yazacağıq. Belə yazanda vektor boş olur. Vektor nədir? Vektoru massiv olaraq düşünə bilərsən. Elə massivin özüdür vektor. Belə yazanda boş olur. Məsələn, vektorun ölçüsünü bilmək üçün cout v size verirlər. Size nə deməkdir ingiliscə? Ölçü deməkdir də. İndi vektor boşdursa, sizcə ölçüsü nə qədər olar? Boş olan şeyin ölçüsü nə olur? İçindəki elementlərin sayı. 0. Gəl baxaq. 0. Bəs belə yazsaq, burada mötərizədə, belə yumru mötərizədə yazsam 5,100. Burada bax 5 dənə 100 ədəd olacaq bizdə. 5 dənə 100 ədəd olacaq. Belə yazanda 5 dənə 100 ədədi olur. Onda v size nə qədər olar? Nə qədər ədəd var burada? Vektorda. 100 dənə yoxsa 5 dənə yoxsa 0? 5 dənə müəllim. 5. 5. Yoxlayaq. 5. Mən içindəki elementləri gəzmək üçün belə gəzəcəm. Massivdir də, yəni for atacağım 0-dan. Bəs ölçüsü nə idi bunun? Bir az yazdım, sildim. Ölçüsü nə idi? V nöqtə nə? V nöqtə size. Size. Size bilirsə yəqin ingiliscə bizim dilə tərcümə edə nə deməkdir? Ölçü, elə. Deməli, cout vi. Massivdə də belə idi də, indeks var idi. Bax, burada vektorun yanında yumru mötərizə yazdım, onu unutmayın. Burada yumru mötərizənin daxilində bunu yazanda belə olur. İndi belə yazanda nə verəcək? Sizə nə verir çıxışa? Vektorun elementlərini alt-alta. Deməli, nə qədər nə verəcək? 100 verəcək sadəcə. Hə, 100-ləri çıxardacaq, 5 dənə 100 çıxacaq. 100, altında 100, bir dənə də altında 100, elə 5 dənə çıxardacaq, düzdür? Aydındır bu rəqələr. Bəs 100-ü silsəm, onda olacaq 5 dənə hansı ədəd? Bax, ədədin nə olduğunu yazmırsansa, sizcə hansı ədəd yazar vektorda? Ədədin nə olduğunu bilmir. Hansı ədəd eləyər bütün elementləri? 0. Mənim random bir ədəd. Belə random eləməyəcək, burada 0 eləyir, vektorda 0 eləyir. Massivdə olsaydı random eləyərdi. Massivdə belə yazanda, int a5 yazanda, burada random ədəd, random dedim, yəni bilcəndizə bəxtə-bəxtə ədədlər atır. Amma massivdə burada yazanda, saymayin yuxarısına yazanda 0 eləyir. Massivdə burada yazanda hamısını 0 eləyir. İçəridə yazanda, mainin içərisində yazanda ədədlər atır özündən, 0-dan başqa. Vektor deyilsə, fərqi yoxdur, harada yazırsan yaz, ölçüsünü dedikdən sonra elementlərin olduğunu demirsənsə, məsələn 100 yox, başqa bir ədəd olsun deyirsənsə, onda başqa bir ədəd olar, yox demirsənsə, ümumiyyətlə 0 eləyəcək. Yəni, buna belə deyək də, default halında da, elə yəni, sən deməsən bu hal olacaq, 0 olacaq. Hə. İstəyirsənsə də boş da saxlaya bilirsən. Boş saxlamaq üçün elə bunu belə yazmayasan ümumiyyətlə. Yaxşı, elementləri gəl əlavə eləyək. Ən sağa əlavə eləmək nə idi? Pushback. Pushback ən sağa əlavə eləməkdir. Pushback deyə gözləyin. 2. Pushback 5. Bir dənə də gözləyin. Bir nümunə yazsam, sonra çıxışı istəyəcəm. İndi mən vektor elementlərini çıxışa versəm, hansı ardıcıllıqla verəcək? Birinci hansı elementi, sonra hansıları verər? 2, 5, 9, 7 çıxışa verəcək. Müəllim, çıxışa verən out idi. Bax, hansı elementləri əlavə elədim? İndi göstərəcəm necə gedir. Bax, birinci vektor boşdur. Boşdur. 2-ni deyir əlavə elə ən sağa. Boşdursa fərqi yoxdur, sağda, solda. Əlavə elədim də 2-ni. Sonra deyir 5-i əlavə elə ən sağa.
Onda 2-ni sağına əlavə eləyim, 2-ni sonuna əlavə eləyim. 2-yə də pushback yazmışam axı. 2-yə də pushback yazmışam, 5-ə də. Amma sonuncu nə edirəm? Sonuncu 5-ə əlavə edirəm də. Ona görə 2-dən sonra 5 əlavə eləyəcəm sağına, düzdür? Ən sağa yazıram. 9-u hara yazmalıyam? 5-dən də sağa. 7-ni hara yazmalıyam? Sağ. Sağ dedim, yəni ən axıra. Ən axıra gəlirəm pushback elədiyim elementi yazıram. Nə oldu? 2, 5, 9, 7 oldu. Bir dəqiqə, yoxlayaq. Aydın da necə? 2, 5, 9, 7. Hə. Deməli, nə dedik? V size ölçüsüdür. V pushback hansı tərəf əlavə eləyir? Əvvələ yoxsa axıra? Axıra sağ tərəfinə. Aha, sağ tərəfə axıra. Sonra baxaq hansı şeylər var. Bir dəqiqə. Ən çox istifadə olunan onsuz da budur. Ölçüsü, pushback eləmək. Bir dənə bu var, bax. Və empty. Empty nə deməkdir ingiliscədə? Boş. 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 Boş deməkdir ki, hə. Vektorun boş olub olmadığını yoxdur. Hə, boşdur. Boşdursa yəni nə deməkdir? Size nəyə bərabərdir demək istəyib yəni. Boşların size nə olur? Sıfıra. Hə, deyir size sıfıra bərabərdir ya yox. Bunu soruşur səndən. Onda bu vektor boşdur ya boş deyil sizcə? Boş. Əks halda dolu. Sizə bu vektor boşdur yoxsa doludur? Hal-hazırda. Dolu. Bax, dolu nə deməkdir? Hə, bax, dolu nə deməkdir? Size nə olsun? Sıfır olmasın. Hə. Birdən çox. Ay sol birdən böyük bərabər sıfır olmasın. Yəni empty-nin yerinə size bərabərdə sıfırda yaza bilərdin. İndi burada dolu verəcək. Yanında elə. Boşluqla yanında verəcək elə dolu. Hə. Tamam. Vektoru bax belə də gəzmək olur vektoru. Həm bu forla gəzmək deyəndə yəni içindəki elementlərə baxmaq. Iterate deyirlər ona ingiliscəsində. Yəni for each də gəzəcək bir də. hə. İndi belə fordan da olur. Bir dəqiqə baxın. Nə deməkdir bu? Bax buradakı i, bax ikinci fordakı i, bax bu fordakı i indeks deyil. İndeks deyil. Bir də elə ədədin özüdür bu. Bu indeks deyil, ədədin özüdür burada, buradakı i. Məsəl üçün yoxlayaq. Səs baxla, çox belə xışıltılı olursa. Hə. Gözləyin. Mən bu hansı sualdır? Bu sual deyil, sadəcə öyrənirik vektor necə istifadə etmək lazımdır. Bax. Sıfırdan V size-ə qədər. Bunu kəsməyi bildik də massiv şəklində VI. Bax, bu forda da eyni cavabı verdi. Bax, 2, 5, 9, 7. Deməli, buradakı i indeksdir. Yoxsa ədədin özüdür? Bax, buradakı i indeksdir, yoxsa ədədin özüdür sizcə? Ədədin özü. Ədədin özüdür. Çünki indeks olsaydı nə verərdi? 0, 1, 2, 3. Düzdür? İndekslər həmişə sıfırdan başlayır axı. Vektorda da indekslər həmişə sıfırdan başlayacaq. Deməli, ən kiçik, yox, ən birinci indeksdəki ədəd olacaq V0. Ən sonuncu indeksdəki ədəd nə olacaq? V size çıx 1-də elə bil ki, düzdür? Çünki bunun sayısı nədir? 4. V size çıx 1, 3, V3 deyil budur, 7. Elə. Bax, bu form birbaşa ədədin özünə baxır. Qısaca bunu da yaza bilərsiniz. Amma burada indeks yoxdur da, onu unutma. Hə. Sonra silmə əməliyyatı da var. Silmə əməliyyatı ən sağdan silə bilərsən. Popback-dir o, ən sağdan silmə. Popback ən sağdan silmədir. Onda mən axırıncı elementi silir popback. Onda for elementləri bir dənə də çıxışa versəm, hansı ədədləri verər? Axırıncı elementi sildikdən sonra. 2, 5, 9. Aha. Yoxlayaq. Ən üçüncü sətirdə onu verəcək gözləyin. 2, 5, 9 deyə bunu. Popback nə oldu? Hansı elementi silir? Ən sağdakı, axırdakı da yəni. Hə. Bəs girişi vektordan daxil edə bilərəmmi? Sualı gəl onun cavabını tapaq. Məsələn, girişi massivin yerinə vektor yaza bilərəmmi? Hə, olar. Necə? Göstərək.
Vektorun adına V də deyə bilərəm, A da deyə bilərəm. Adına sadəcə V demişdim vektor olduğu üçün. Bu dəfə A deyək, məsəl üçün. Normalda necə daxil edirdi bu massivin girişini? Yəqin belə eləyirdik də, düzdür? Məcbur deyil ha, massivi yenə vektor yazmaq. Hansı daha rahatsa. Massiv rahatsa massiv yaz. Amma vektor bəzi yerlərdə çox daha rahat olacaq. Hə. Bax, bunun yerinə n ölçülü vektor deyincə necə düzəltmək olar? N ölçülü vektor. Vektor yazıram. Tipi nə idi? Int. Adı nə idi? A. Ölçü necə yazıram? Bu mötərizənin daxilində yoxsa bunu, yumrunu vektorda? Yumruğu. Hə, vektorda Mənim yumru istəyim mötərizəsini yazırdım. N yazırdım, düzdür belə. Bunda nə olur? Neçə ölçülü? Olur. N dənə ədəd olur da, elə bir ki. A vektorunda n dənə tam ədədli dəyişən var da. Elə. A-i də ki, i-ci yerdə durmuş, sıfırdan başlayaraq. Aslında həmişə sıfırdan başlayır, yəni onu yadda saxlayaq. İndeksləmə vektorda. Bax, sort nədir sort? Sıralama. Düzür müəllim. Aysa. Aha. Bax. Əlifba sırasına görə. Hə. İndi isə başlanğıc nə deməkdir? Son nə deməkdir? Başlanğıc və son. Begin end. Begin end. Hə. Bax, elə yazılacaq. A begin, mötərizə açılıb bağlanır. Niyə mötərizə açılıb bağlanır? Onun bir şeydə burada size-da da, empty-də də mötərizə açılıb bağlanır. Çünki bu sırf Funksiyadır. Hə, odur. Funksiyalar, elə bir ki, vektorun öz şəxsi funksiyasıdır. Empty-dir, size-dir. Bu vektora aiddir hələlik. Digər şeylər də aid olacaq. Hə, begin end. Bu gedir nə edir? İlk tapır. Bax, begin deyim hansı elementdir? 2, 5, 9, 7-də. Begin hansı element olar? 2. İki. 2 olur. 2-nin buna deyirlər, iterator deyirlər. İterator. İterator nə deməkdir? İterator indeks deyil. İterator ədədin özü də deyil. Yəni begin əslində 2 yox. 2-nin durduğu yeri kompüterdə yaddaşında bir dəyişən olaraq saxlayır. Həmin dəyişən də indeks deyil. Amma belə məntiq olaraq begin 2-dir, düzdür. Bəs end nədir onda? 7-dən sonraki. Bax, 7 deyil. Bax, 2 begin budur. Bax, begin budur. Gözlə. 2, 5, 9, 7. Begin budur. End 7 deyil. End 7-dən sonraki elementdir. Maraqlı gəldi niyə? Bax. Bax, massivdə sort deyəndə necə yazırdıq? Sort massivdə nə idi? Nə vergüllə yazırdıq? A vergül A plus n, düzdür? Massivdə sort deyəndə. Bu deməkdir ki, A plus 0. O deməkdir ki, A plus 0. Neçənci indeksdən neçənci indeksə sortdur bu? Deyin görək. 0-cı indeksdən n-ci yoxsa n çıx birinci? Neçənci indeksdən neçənci? N çıx birinci indeksə qədər. Hə, dərsə diqqətən qulaq asın. Bax, 0-cı indeksdən n çıx birinci indeksə qədər sortdur. 0 bununla eynidir. Bəs bura n çıx 1 idisə, bura niyə n yazıb? Çünki bu, belə deyirlər də, aralıqda, rangedə sol tərəfi, left tərəfi olduğu kimi yazır, sağ tərəfi də bir vahid böyük qiymətini yazır. Sol tərəfi olduğu kimi yazır, sağ tərəfi bir vahid böyük qiymətini yazır. Onda mən bütün vektoru sortlamaq istəyirəmsə, bura end yazmışamsa, deməli 7-nin də sağındakı elementi yazmalıyam. Əslində end 7-nin sağındakı elementdir. Bax, bunu unutmayın, end deyəndə ən sonuncu element yox, hələ olmayan elementdir. Yəni, indeksi 0 olan hansıdır? Begindir. Begin indeksi nədir? 0-dır. Bəs endin indeksi nədir? V size-dır. Bunun 4 dənə element var. Onda V size nədir? 4. 0-cı indeks hansıdır? 2. 4-cü indeks hansıdır? 7-dir 4-cü indeks. Yoxsa 7 neçənci indeksdir? 7 burada neçənci indeksdir? 3-cü. 3-cü. İkinci müəllim. Aha, bax, indeksləri yazıram. Bu 0-cı indeks. 1-ci indeks, 2-ci, 3-cü. Endin özü isə 4-cü indeksdir. Yəni, belə deyək, beginin indeksi 0-dır, endin indeksi V size-dır, ölçüsüdür. Elə bu da o deməkdir də, n massivin ölçüsü deyildir. Mən də o tiplə yazmışam, begindən n-də qədər. Ümumiyyətlə, bütün hər şeyi sortlamaq üçün begin end yazasan. Reverse nə idi bəs? Bütün massivi vektoru. Reverse nədir sizdə? Nə olar reverse? Çevirmək. Çevirir, yəni böyükdən kiçiyə sıralayır. Yox, tam elə deyil. İndi sortdan sonra reverse yazsam, hə, elə eləyəcək, düzdür.
Amma belə reverse-ün təkcə özü nə deməkdir? Yəni massiv Sağdan sola, soldan sağa vektoru tam oxuyur. tərsinə çevirir də. Hə. Biri Massivi ən sağdan sola. sonuncu indeks birinci Əksinə olur. çeviririk. Ay sağ ol, əksinə çevirmək sağdan sola oxuyur. Məsəl üçün sortu sildim ha. Sortu siləndən sonra 2 5 9 7 idi, nə olar? 9 7 5 2 olar. Yox, 7 9 5 2 düzdür? Müəllim, Soruş. bəs orada siz qoyursunuz boşluq. Bəs siz o oraları nə üçün boş qoyursunuz? Burada bu niyə boş qoydu? 51-ci və 52-ci sütun. Sətir. Bu elə belə boş qoymuşam, onun dəxlisi yoxdur. Sadəcə iç-içə görsənməsin deyə. Sətri deyəsən niyə boş qoyur. Bunu yorum olaraq yazıram mən bura. Yorum elə bir ki, kommentdə. Kommentdə yazanda buna deyirlər, bax bu işarəyə deyirlər, bu 2 dənə var ya bu əyilən. Bu sətri komment alır. Bu isə bir neçə sətri bir yerdə komment alır. Mən bura nə yazsam da, istənilən şey yazsam da, öz adımı yazsam da, bu kodu başa düşməyəcək bunu. Çünki bunu komment olaraq yazıram. Özümə başa salmaq üçün mən bunu nə üçün yazdığımı. O kommentlərdə orada nəsə yazsam, boşluq qoysa onun dəxlisi yoxdur kommentə. Koda dəxlisi yoxdur. Komment yəni rəydir də, elə deyirəm. Çıx kodu yoxla, reverse nə edirdi dedi. Kodu yoxlamaya ehtiyac yoxdur. Elə bir massiv daxil edirsə, massiv tərsinə çevirəcək. Reverse dedi, nə edəcək? Tam başdan ayağa çevirir. Sağdan sola oxuyur. Elə bil ki. Sən girişdə daxil eləsən 2 5 9 7, çıxışda verir 7 9 5 2. Sort bunu eləyər. Bax, sort bunu eləyər. 2 5 7 9. Düzdür? Dediyi reverse nə eləyər? Reverse-dəki massivin özü budursa, array nə idi? Array 2 5 9 7 idisə, reverse nə eləyər? Deyin görək. 7 7 9 5. 7 9 9 5 2. Yaxşı, sort da bunu eləyərsə, bəs sortdan sonra reverse yazsam nə olar? Sortdan sonra reverse yazanda nə olur? 9 9 7 7 5 5 2. 2. Ay sağ ol, 9 7 5 2. Bəs reverse-dən sonra sort yazsam nə olur? Həmin eyni şey olur. 2 5 Sortun olduğu kimi qalır da ki, 2 5 7. Çünki elə bil ki, hara çevirsən çevir, axırda sort olur deyə. Sort alatıdan sonra elə bil ki, hamı düzlənir də, yana ki, eyni qayda ilə elə. Amma sortdan sonra reverse yazanlar böyüdən balaca sortdur. Qəşəng. Deməli başdan ayağa hamısı necə yazılır vektorda begin end. Tamam. Belə deyək. Müəllim, bəs birinci əgər reverse yazsaq, sonra sort yazsaq, o da sort olacaq. Deməli, reverse bizdə nə idi? 7 9 5 2. Onu sort eləmək 2 5 7 9-dur. Hə. Yəni reverse edəndən sonra fərqi yoxdur necə dəyişirsənsə dəyiş. Elə bil ki, sıralananda hamı öz yerini bilir də. Elə bil ki, əmr veriblər ki, hamı öz yerində dursun. Da oynayıblar, qarışıblar öz aralarında. Necə fərqi yoxdur, necə dəyişsə dəyişsin. Da sort əmri gələndə hamı öz yerini tapıb durur artıq. Amma sortdan sonra reverse yazanda, sort hamı öz yerini tapıb durandan sonra deyir ki, tərsinə durun. Başdan ayağa. Onda 9 7 5 2 olur. Böyüdən balaca sıralayanda gərək birinci sort yazsan, sonra reverse yazasan. Birinci reverse, sonra sort yazsan, sortun özü olacaqdı. Elə. Hə. Burada bir dəqiqə. Məsələ olaraq işləyəcəyik, məsələ olaraq işləyək. Mən set multiset map dedim, amma vektorla başladıq. Eyb yox, yaxşı elədik. Bir dəqiqə. Burada mən məsələ əlavə eləmişdim, sadəcə vektor üçün əlavə eləməmişəm sırf. Ancaq istəyirəm ki, vektor üçün eləyək. Səbirli olun. Mənim o stack aid deyil ki. Bilirəm, o bu stack aid. Dediyim içində vektor olsaydı da. Səbəb baxın. Bunlardan hansıydı o? Nəsə. Cəbil eləyək. Anladım. Davam eləyək. Növbətin keçək. Bax. Hansıydı o?
Deməli vektor bildiyi nədir? Bir dəqiqə mənə vaxt verin. Bəlkə tapdım elə bir məsələni. Yadımda bir şey var. Ona görə onu axtarıram. 8955, 8956, 8957. Tapdım deyəsən. Bax, məsələdə deyir ki, Bütün müsbət ədədləri çap edək və sayısını deyək. hə, Mən deyə bilərəm həllini. de. Bax, bir dənə şərti təzədən deyim uşaqlar da. Bax, massiv verilib. Massivdə müsbət ədədlər hansılardır? Deyə bilərsiniz. Hansılar? 5, 4, 5, 4, 7. Deyir elə olduğu kimi çıxışa ver. 5, 4, 7 ölçüsü nə qədərdir? 3 dənə. Gəl baxaq buna. Müsbət ədədlər hansılardır? Sıfır müsbət ədəd Deyil, 0 deyil. Heç biri deyil. Heç biri deyilsə deyir no yaz. Başa düşdüyü şərtdə nə deyir? Yoxdursa no yaz, varsa sayı ilə müsbət ədədləri yaz deyir. Bunu vektorla eləməyə çalışaq gəl. Massivlə də vektorla necə eləyək? Müsbət ədədləri vektora pushback eləyək. Başa düşdünüz necə? Vektora pushback elədikdən sonra ölçüsü nə idi vektorun? V size. Düzdür? Müsbət ədədləri vektora pushback eləsək, əlavə eləsək də, yəni elə olduğu qaydada pushback əlavə eləyəcək, düzdür? Mən birinci 5-i, sonra 4-ü, sonra 7-ni pushback eləsəm, ardıcıllıq necə olar? 5, 4, 7. Düzdür? Həmin ardıcıllıqda olacaq. Ölçüsünü V size olaraq tapacağam. Sonra vektoru gəzib forla çıxışa verəcəm. Bəs nə olduğunu necə taparam? Əgər nə olsa nə verim? Vektorun nəyi nə olsa olmasa nə verim? Müsbət ədəd olmaz. Vektor emptidirsə. Aysa vektor emptidirsə, müsbət ədəd yoxdursa deməli vektor emptidir. Empty olduğu nə yoxlayırıq? V size bərabərdir 0 və ya V nöqtə empty ilə. Düzdür? Bəli. Gəl yazaq. Bir dəqiqə. Mənim bu elə belə eləyəcək. Mənim ağlımda bir yol var, onu deyə bilərəm. De. Mən də ilk öncə for dövrü ilə müsbət olanlar bir yerə ayıraq. İlklə komand yazaq. Yazaq ki, əgər bizim bu array'imiz boş değilsə, olanları çap eləsin. Sonra da bunun içində neçə dənə varsa onları çap eləsin. Əgər yoxdursa elə, else komandasına keçsin, no yazsın. Əslində elə yazırıq da, array'imiz boş deyilsə, yəni array'imiz bizə vektor demişəm də, yəni. Bu A girişdəki massivdir. Girişdəki massivin uzunluğu n ölçülüdür. Hə, biz də elə yazacağıq elə. Birinci nonu yazacağım, sonra içindəki elementləri yazacağım. Nonu yazım, return eləyim, proqramı bitirib sonra ora. Bax, əgər müsbət nə deməkdir? If A ilə yazın, müsbətin şərti nədir? Müsbətin şərti nədir? Müsbət if A nə olsa, Böyükcə sıfırdan. pushback AI. Deməli, A girişdəkidir. Bura n yazmışam. Nəyə görə? Çünki girişdə n-dən element var. Vektoru başlanıca boş demişəm də. Əgər v.emptydirsə, deməli cout nə? Boşdursa, no deyir. Düzdür? Yoxdur da. Yəni v.emptydirsə, vektora da yalnız müsbət ədədləri əlavə edirəm. Bax, müsbət ədədləri əlavə elədim, amma vektor boş qaldı. Deməli, massivdə müsbət ədəd yox idi. Elementlərin sayı nə idi? Elementlərin sayı. V nöqtə Size. Aysa. İçindəki elementləri belə də gəzmək olar demişdik. Burada elementin özü olurdu birbaşa. Asan idi, çətin idi məsələnin həlli vektoruna. Məncə asan idi. Məsələnin özü asan. Məsələnin özü dəhşət asan idi, bilirəm.
vektorla həll edirəm. Belə vektorsuz həllini onsuz da yaza bilərdiniz. Vektorla həllini soruş. Müəllim, Hə. sual verir bilərəm. Ver. Müəllim, o forun içindəki i böl nədir? Mən dərsi biraz gec qoşulmuşam. Bax bu elementin özüdür. Vektoru iki cür gəzmiyorlar. Biri belə gəzmiyorlar. Sıfırdan V-size-ə qədər, ölçüsünə qədər. Ki, massivdə sıfırdan ölçüsünə qədər niyə gəzmirdim? Burada da V-size vektorun ölçüsüdür. Sonra siyahut VI yazanda 20-ci yerdə durmuş element də, yəni massivdəki kimi. Amma altdakı for kimi yazsan, altdakı forda i indeksin özü olmayacaq. Ədədin özü olacaq birbaşa. Bu indeks deyil, ədədin özüdür. Belə gəzmək olur da, yəni bir sözlə. Bu da belə yazsan, bu i indeks deyil, ədədin özüdür. Ona görə çıxışa görə nə verir? 5, 4, 7. Əgər indeks olsaydı çıxışa nə verərdi? 0, 1, 2, düzdür? i-ni çıxışa versəydin. Ya belə verərsən yuxarıdakı for kimi, hansı daha rahatsa. Yuxarıdakı for kimi verə bilərsən də, V-size-ə qədər gedirsən, sıfırdan kiçikdir V-size-ə qədər, V-i-ni verirsən. Elə də gəzə bilərsən, çıxışa vermək üçün. Ya da ki, belə də gəzə bilərsən. İkisi də düzdür. Buradakı ədədin özüdür. Başa düşə bildin nəsə? Bəli, müəllim. Əla. Yoxlayaq, görək. Yoxladıq, düz verdi. İndi belə atıb yoxlayaq deyirəm. Keçdi. Həll aydın oldu. Dəl qaldırma düyməsinə basın, əgər kim başa düşdüsə bu həlli. Mən də həlli paylaşım burada indi. Siz hələ əlinizi qaldırın, saxlayın. Baxıram. Yeydə yəqin ki, hə? Yoxsa... Kodun özünü göstərə bilərsiniz. Hə, kodu burada atdım diskasa. Kodu atdım, orada çoxlu yorumlar var. Geri altı belə eləyib kodu deyib burada. Bildin harada? Kommentlər var burada. Anladım mən. Rankın sayfında. Kasta. Hə. Əla. Tamam onda. Belə eləyək. Ona oxşar bir iki məsələlərinə bir dəqiqə baxım. İtirdim ya harada. Burada iki dənə məsələ var. Burada elə onun kopyalarıdır. Onu da sonra eləyərsiniz özünüz evdə. Kanla eli. Yəni deyir ki, mənfi elementləri reverse eləyib ver. Mənfi, onda nə vektoru hansı elementləri yığarsan mənfiləri, çıxandan sonra reverse deyir elə. Onda reverse eləyib begin end-lə verərsən çıxışa. Bunlar da ki, j-yə oxşar məsələlərdir. Başa düşəcəksiniz yəqin ki. Deyir, cüt ədədləri əlavə elə, sonra reverse elə. Cüt ədədlər nədir? Mənfi 2, 4, 0. Tərsinə çevir, ver deyir. Elə. Ya indeksi tərsinə gəzəsən, ya da ki, vektoru reverse eləyəsən, begin end eləyərik. Tamam. İndi keçək birisi mövzuya. Bu mövzular elədir ki, nəsə ev tapşırıq qoymaq üçün gərək mövzunu yaxşı biləsən də, onun görə çox da belə ev tapşırıq olmayacaq, elə bu yarış olacaq. Bir dəqiqə. Vektoru kodunu atdım da ora, yorumda. Yorumda olan kodların hamısı, bir dənə kodu var. Bütün vektorun yazdıqlarım idi. Kodu verirəm burada göstərə bilərsiniz. Siz onu screenshot eləyib. Kodun özü bax buradadır, rankın sağında. Yaxşı. Yarışda bax. Link atım, discuss hissəsi var orada. Comments də yazır. Bir dəqiqə gözləyin, o birisinə başlayacağıq. Gəlirəm. Müəllim.
Mən orada koda baxdım, orada return 0 görmədim. Mən isə gördüm. Mən return 0-ı niyə yazırıq? Return 0 yenidir uşaqlar. Mən sıfıra yenidən qaytarır. Nə? Yox, hayır, return 0 neyinir? Proqramda return 0 yazında neyinir? Müəllim Proqramı Yəni, dayandır. Sonrakiləri oxumur. Yəni, hə, bütün proqramı dayandırır, kökdən dayandırır, hər şeyi dayandırır proqramda. Başa düşdünüz ya, bütün hər şey sonlandırır. Deyirəm ki, vektor boşdursa, onu verdim. Orada nəsə yazılıb. This code has already been submitted before. Hə, bu kodu eynən kopyalayıb yapışdırsan, buradan kopyalayıb yapışdırsan, vicazda deyir ki, bu kodu kimsə atıb, sən kopya atırsan kodu. Ona görə gərək yorum əlavə eləsən koda. Koda necə yorum əlavə eləsən, gərək özündən hardasa bir yerdə belə yazılsan ki, nə bilim, mənim kodum, nə bilim, elə belə hərflər əlavə eləsən. Hüsnün. Kodu biraz yorum əlavə elə at koda. Ki, kodun tam eyni olduğunu tutmasınlar deyə. Hə, gözləyə burada çoxlu tablar açılıb, bunları bir dəqiqə bağlayın. bir də müəllim biz indi neyirik? Məndə bayaq səsiniz getdi. Hə, biz indi yeni mövzuya başlayırıq, set. Set multiset. Uşaqlar, bir dənə diqqətlə qulaq asın, burada başlayaq. Köməyinə görə. Necə? Çox sağ olun köməyinə görə. Aha, bax, set multiset deyirik. Başlayaq multisetdən. Multiset. Multiset nə edir? Sortlayır. Sortlayır, yəni nə deməkdir? Məsələn, imiz əlavə eləmək burada insertdür. Əlavə eləmək insertdür. Insert yazıram, tutaq ki, 9. Sonra insert yazıram 5. Sonra insert yazıram 2. Sonra insert yazıram 7. Sortlayırsa, içindəki elementlərdə bax, multisetdə indeks yoxdur. Yaddan çıxartma, multisetdə indeks yoxdursa, onda belə gəzmək olur multiseti? MSI yaza bilərəm? Yox. Multisetdə indeks yoxdur deyə. Multiseti necə gəzə bilərəm? 2 dənə gəzmə üsulu var idi. Ya bir dənə 0-dan MS size-a gedər, ya da ki... For each-lə. Belə idi, düzdür? Belə bir şey yazmışdıq. İndi V yazmışdım, burada da MS yazıram. Multiset sortlayır. Sortlayırsa onda balacadan böyüyə sortlayır həmişə. Deyin görə içindəki elementlər nə olar? Çıxışa nə verər? 2, 5, 7, 9. Aha, bir dəqiqə səbirli olun. 9 mənim. 2, 5, 7, 9 verəcək. Səsim yəqin ki, rekorda gedir, hə. 2, 5, 7, 9. 7-dən 2 dənə yazsam nə olacaq? İndi nə olar? 2, 5, 7, 9. Aha, 2, 5, 7, Amma 7. setdə 2, 5, 9 olacaq. Hə, 2 setdə bir dənəsi 7 olacaq. İndi ona gələrik, hə. Deməli, multiset yalnız nə edir? Multiset yalnız sortlayır. Deməli, nəyi tapa bilərsən multisetlə? Əgər sən ədəd əlavə elədikcə sortlayırsansa, bax, ümumiyyətlə, vektor sortla multisetin nə fərqi var onda? Vektor sort, o demək ki, vektorda sort eləmək. Elementləri hamısını əlavə elədikdən sonra sort yazanda sortlayır. Amma multisetdə isə əlavə elədikcə sortlayır, düzdür? Bəli. Bir də multiset biraz daha sürətlidir. Sürətli, yox, vektor daha sürətlidir. Amma dəfələrlə vektor sort yazsan, vektor lənc olacaq. Multiset, Nə olacaq müəllim? bax, belə deyirəm də, element əlavə elədikcə multiset öz yerinə qoyur elementi. Öz yerinə nə deməkdir? Məsələn, mən burada multiset insert 3 yazsam, hansı yerə qoyarıq? Hansı ədədlərin arasına salar bunu? 2 ilə 5-in arası. 2 ilə 5-in. Yəni, elementi əlavə elədikcə bu götürür öz yerinə qoyur. Vektorda bu özəllik yoxdur da. Sortlanmış yerinə qoymaq. Gərək vektorda dəfələrlə sort yazasan. Onda lənc olacaq, orada gec olacaq vektor. Elə. Amma heç, elə bunu başa düşəcəz aydındır. Deməli, multiset nə edir? Balacada müəyyən sıralayır. Multisetlə nəyə tapma olar? Bax, elementləri, yox, funksiyalarını deyirəm. Bax, multisetdə bu nə deməkdir sizcə? Multisetin ölçüsü. Ölçüsü. İndi burada nədir ölçüsü? Diqqətlə baxın. 6-dır. Aha, 6. İndi, bəs bu nə deməkdir? Multisetin boş olub olmadığını yoxlayır. Boş nə vaxt olar? Əgər size... MS multisetdir. Hə, multisetin adını MS qoymuşam.
Multi mən adını bu ms qoymuşam hə. MS. Empty nə deməkdir? Boşdur mu? Sual soruşur. Nə vaxt boşdur ya? Yes cavab verir. Əgər size 0 olsa. Yaxşı. Begin end var. Begin olacaq hansı element? Ən kiçik yoxsa ən böyük? 2 ən kiçik. Ən kiçik. Soldakı element, ən əvvəldəki element, ən kiçik element. Ən kiçik elementin iteratoru deyirlər. Yəni ən kiçik yer deyirəm, değil mi? Bura ən kiçik yer. Bəs end nə olacaq? Ən böyük yoxsa ən böyükdən də sağda? 9-dan bir yuxarı deyil. 9-dan da sağda. Yəni belə deyim də buna. İndeksi 0'dır bunun, begin'in. Ən böyükdən sağdakı yer. Bu isə bunun indeksi ms.size'dır. Və sən bir dəqiqə. Diqqətlə qulaq alsın, bu yeni mövzudur deyə. Çoxunuz üçün. Burada 6 dənə element var da. Begin hansıdır? 2'dir. End hansıdır? 9'un sağındakı element. End bax budur. End 9'un sağındakı elementdir. 6 dənə element varsa 9'un indeksi nədir burada? İndeksi. 5 yoxsa 6? 5. 5'dir. 0'dan nömrələyir. Həmişə indeks 0'dan nömrələnir burada. Stringdə də, vektorda da, setdə də, multisetdə də. Yəni demək olar ki, hər şeydə indekslər həmişə 0'dan başlayır. Özün birdən yazmadıqca, özün birdən yalnız massivdə yaza bilərsən. Qalan hər bir yerdə indekslər 0'dandır. Hə. Nə deyirdim? Hə. End isə bax buydu. Bunun sağındakı. Multisetdə sort yaza bilərəm, yoxsa yox? Onsuz da multiset neyinirdi? Sortluyor da. Nasıl Buna sortdur? ehtiyac yoxdur. Reverse yaza bilərəm? Yox, olmur. Çünki sort olaraq saxlayır həmişə multiset. Yəni sort reverse multisetdə yoxdur. Indeks var idi multisetdə. Nə dedik multisetə başlayanda? İndeks multisetdə olar? Olmur. Olmaz. Bu şeyi yaza bilməzsən multisetdə, MSI falan. Ya, multisetin adı nədirsə, mötərizədə i. Multisetdə indeks yoxdur ya. Bu multisetin bir ki dezavantajıdır da, yəni pisliyidir, elə deyərdim. Başqa nəyi tapma olur multisetdə? Gəl baxaq davamında. Elementi nə ilə əlavə edirdik? Hansı şeydir? I ilə başlayır. Multiset nədir? Bir yaxdan da onu da açırıq da, multiset nədir? Diqqətən tərcə olaq az. Multiset elementləri əlavə elədikcə sortlayır balacadan böyüyə. Elementləri əlavə eləmişəm. Insert əlavə eləməkdir. Mən, bax, MS insert nə edir? Elementi əlavə eləyir. Əlavə eləyir öz yerinə. Öz yerinə nə deməkdir? Yəni, sort olacaq yerinə də, yəni. Başa düşdünüz necə deyirəm? MS size ölçüsüdür, MS empty. Boşdur mu sual soruşur? Yəni, size 0'dırsa, MS yes verəsin. bizim ən kiçik yer. MSN Hə. Bax, deməli multiset bu elementləri nə edir? Sortlayır balacadan böyüyə. İstənilən qədər element yazsam da, eyni elementləri yazsam da. Multi nə deməkdir ingiliscə? Multi. Çoxlu da, dəfələrlə. Bu deməkdir ki, mən bura eyni elementləri dəfələrlə də yazsam, hamısını nəzərə alacaq. Insert deməli əlavə eləməkdir. Sonra erase var. Erase nə deməkdir ingiliscə? Pozan. Silmək. Ay sağ ol, silmək, pozmaq. Pozmaq məsələn eraserdir gedir də adı. Erase məsələn x yazsam, bu neyinir? X ədədini, x Silir. ədədlərinin hamısını silir. Silir, pozur. X ədədlərinin hamısını silir. Mən erase 7 yazsam nə biləcək? Çıxışa. 2, 3, 5, 9. 2, 3, 5, 9. Çünki neyinədir? Hamısını sildi. Düzdür? Elə eləyəcək. Gəl yazaq, yoxlayaq. Müəllim, ya bir dənəsini silmək istəyiriksə? İndi ona da gələcəm. Qəşəng sual idi. Erase 7 erase pozmaqdır da. Ay sağ ol. Hə, 7-nin hamısını silir belə olanda. Birini siləndə də o bundan sonraki yazacağım şey olacaq. Bunda hamısını silir bu üsulda. Hamısını sildi. Birini silmək istəsəm, sizcə nə edərəm? Sizcə deyil gəlin mövzunun özünü biləsən. Bax belə bir şey eləmək olar. Həmin elementin iteratorunu silim əslində. Məsələn, erase həmin elementi tapıb silim. Bir dənəsini tapıb silim. Ona deyirlər, bir dənə əməliyyat var, find var, find.
Bir dəqiqə. Find neynir? Ben vektorda da var idi. Hə. Vektorda ola bilər olsun hə. Find verdi. Ama vektorda bu o n eşittir. Burada səhv etmirəmsə log n eşittir. Aha, düz deyirsən. İnşallah bax, find nədir deyirəm. Find x gedir. Əgər elementin özü varsa, bunlardan birincisini tapacaq yəqin ki. Element, məsələn, x ədədlərinin birincisini tapır. Gedib find ms find 7 gedib hansı 7-ni tapar. 7-ni tapdı, düzdür? Soldakı. Hə. Əgər olmasa, 7 olmasa mənim massivimdə 259-da gedir bu ms end olur. Bax. Find birinci massivdə gedib find 7 eləsəm, birinci massivdə bunu tapacaq, bu 7-ni. Bəs ikinci massivdə find 7 eləsəm gedib nəyə tapacaq? 7 var ikinci massivdə. Mənfi 1 verirsək. Yox, mənfi 1 dedim, yoxsa nə dedim? Nə olur? MS end. MS enddə mənfi 1 deyiləsin də. Error olacaq. Yəni mən şeydir. Yoxdur yəni, yoxdur. Başa düşün, no. Impossible da, yəni yoxdur orada. Sən elementin olub olmadığı nə yoxlama olar? Massiv və multisetimdə bu element var ya yox multisetimdə. Əgər find-ı end-dən fərqlidirsə, bu nə deməkdir? Deməli elementin var yoxsa yox, fərqlidirsə end-dən. Bax, tapmasa end olur. Deməli end-dən fərqlidirsə məndə element Var. ay sağ ol. Var. X var multisetimdə. Find çatdı nə elədi? Var mı? X ədəddən birincisini tapır, olmasa MSN-də tapır. Hə. Bir dəqiqə. Yaxşı. Onda birini silmək istəsəm bunu yazıram. If əgər multisetimdə varsa X ədədi. Bu deməkdir ki, X varsa neynim? Siləndə ms iris find X eləyim. Yəni birincisini tapıb, birini tapıb silim də, onu demək istəyirəm. Hamısını yox, birini tapıb silim. Iris iki şeylə işləyir. Ya ms iris ədədi yazasan, ədəd dediyim yəni ədəd olsa, x ədədi məsələn, bunda x-ə bərabər olan hamısını silir. Ya da ki, ms iris iterator. İterator dediyim, iteratorlar nə idi? Begin, end. Məsələn, ms iris, ms begin eləsəm, gedib hansı elementi silərəm? Ən kiçiyi silərəm, yoxsa ən kiçiyə bərabər olan bütün hamısını silərəm. Məsələn, mənim multisetimdə olsa... Yəni bunu yazsaq ilk ədəd hamısını silməyir. Bax, multisetim bu olsa, iris begin yazsam, bu olar sizcə? Yoxsa ümumiyyətlə 3, 5, 7 olar? Həm birinci olar. Başqa kim nə demək istəyir? Birinci olacaq, hə. Deməli, iterator siləndə bir yeri silir. İterator dedim, iteratoru belə başa düşə bilərsən, hər bir ədədin indeksi var, iteratoru var, ədədin özü var. Ədədin özü 2-dir məsəl üçün. İndeksi nədir? 0-dır. Burada multiseti indeksi yoxdur, amma belə indeks olaraq 0-dır onun indeksi. İteratoru da bunun begindir. Sağındakını iteratoru begin plus 1-dir. O birisinin iteratoru begin plus 2-dir. Bunun iteratoru begin plus 3 ya da ki end çıx 1 də deyə bilərəm buna. 7-yə end çıx 1 də deyə bilərəm, begin plus 3 də deyə bilərəm. Elə. Hər nəsə. İndi begini silmək yalnız ən kiçik elementi silməkdir. Ən kiçik elementdən dəfələrlə olsa da yenə birini silərəm. İris təkcə bir element silir. Təkcə bir dənə. Amma ədədin özünü yazanda həmin ədədə bərabər olan hər bir şeyi silir. ms iris ms find yazsam, deyə belə yuxarıdakı kimi find x. Onda gedib nə edir? X-dan təkcə bir dənəsini silir. Amma varsa silir. Varsa sualını nə soruşdum? If-nə. Əgər mən bu if-i yazmasaydım nə olacaqdı? Error olacaqdı proqramda, səhv olacaqdı. Çünki endi silmək mümkün deyil sizcə. End silinə bilən şey deyil. Endi silə bilməsən, end silinə bilən şey deyil də. Yəni o başı üçün deyil onu silmək. Proqram gedəcək, yəqin ki runtime erroru falan verər orada. Çox, yəni runtime errorları nə vaxt verir? Sıfıra böləndə, sıfıra qalığı tapanda, indeks aşanda, indeks mənfiyə gedəndə runtime error verir. Runtime error sıfıra böləndə, qalıq tapanda, indeks mənfiyə gedəndə və ümid edirəm ki, indi siləndə də runtime error verər. Yəni proqram elə bil ki mümkün deyil, heç mümkün deyil. Runtime error deməkdir. Neyin sən belə şey? Yəni sonsuz dəfə işləyəcək də. Yox, sonsuz dəfə işləmək time limitdir. Sonsuz dəfə işləmək fayla girdi, çıxmadı. O time limitdir, amma heç cürə bacara bilmirsənsə sıfıra bölməyi, sıfıra qalığı tapmağı, heç cürə bacara bilmir də ya da indeksi mənfi yazmağı. Onda runtime error verir. Elə. Bildim. Sonsuz gedəndə time limit olur. Tamam. Deməli bir dənə silmək üçün nə yazacağam? If-lə bunu yazacağam. C yoxlayaq.
MS erase x Bütün x-ları silir. yəni ki bütün x'ları. Bir dənə 7-ni silmək üçün nə yazsam deyin görək. Bir vaxt deyə. If nə olsa Find 7 əgər müəllim n-də bərabər deyilsə. ində bərabər deyilsə. İndə bərabər deyilsə, onda silim. Silmə nə idi? I ilə başlayırdı. E ilə. Erase. Erase nə? Tapıb sil. Yenə də find 7. Düzdür. Find 7. Başa düşdük. Bu if yazmasaq nə baş verərdi? Proqramda error olardı. Çünki əgər 7 olmasaydı, 7 olsaydı düz olacaqdı. Amma 7 olmasaydı error olardı da. Başa düşdük yəqin nə demək istədiyimi. İndi silə bilmir axı ona görə. Ona görə if yazasan, gərək belə yazanda. Onda nə verər çıxışa? Hə uşaqlar? Bu kod, bu kod. 2, 3, davamını deyin görək. 3, 2, 3, 5, 7. 9. Hə, 7, 9. Bir dənə 7 olacaq. De, bir dənə 7. Aydındır. Deyə bilirəm ki, lower bound, upper bound da var. Onu deməyə ehtiyac yoxdur. Hələ lazım olsa sonra deyərəm. Hansı? Lower bound-a- Bəsdir. Hə. Eyb yox, özüm bilirək demirəm bəzi. Multisetdə bunları bilmək bəsdir hələ. Size, empty, begin, end, insert, erase, find. Say, bax, say nə deməkdir ingiliscə? Say. Count. Count. Multisetdə elementin sayını bilmək üçün count yazılır. Count x o demək ki, x-dan nə qədər var? X-dan nə qədər var? Multisetdə. Məsələn, 7-ni silməsəydim, indi 7-dən nə qədər var multisetdə? Silməsəm. 2 dənə. Düzdür? MS count 7 versən nə verər çıxışa? Neyiniz uşaqlar? Dalğıcılıq eləyirsiniz, dənizə girib. Biraz səsiniz, mikrofon. Hə, mikrofon bağlayın elə olanda. MS count 7 nə verər? Say nə qədərdir 7-nin? 2. 2. Ay sol. 2 verəcək. Burada 2 verər. Yaxşı, bir dənə də yazıram. MS count 1 nə verər? 0. 0. 0. 0. Aha, bildim. Çünki 1 yoxdur. Bir sözlə, multisetdə olub olmadığını find-dan da tapmaq olar. If ms find n-dən fərqlidir, ya da ki, count-u 0-dan fərqlidirsə. Amma elementin sayını tapanda multisetdən istifadə eləmək, ha. Məsələn, deyək ki, bunların sayını tap. Multisetin count-u bir saniyə necə işləyir? Gec işləyir. Niyə gec işləyir? Belə işləyir də, elə bil ki. Count 7, bax, birinci gedəcək find-la 7-nin ən əvvəldəki yerini tapacaq. Məsələn, 7-dən 100-dən olsa multisetdə, bilirsiniz nə edir? 7-nin ilk yerini tez tapır. 2-yə belə. Orada tez işləyəcək. İlk yerini tez tapacaq. Amma axırıncı yerini bir saniyə tapacaq. 1-1 gedəcək. 1-1. 7-dən 100 dənə varsa, MS count 100 dənə mərət işləyir. Həm birinci yeri tapmaq üçün, həm də ki, hər bir 7-nin sayını, elə bir ki, əllə hesablayır. MS count elementlərin sayı tapanda MS count-dan istifadə eləmə deyərdim mən. Bunu sadəcə yadınızda qalsın ki, multisetdə elementin sayını bilmək üçün count-dan istifadə olunur. Amma normalda elementin sayını tapmaq üçün MS count-dan yox, indi keçəcəyik dərsimizin davamında əgər keçə bilsə, ya da ki, növbəti dərsimizdə. Elementləri saymaq üçün ən yaxşı üsul map-dir. Elementləri saymaq üçün ən yaxşı üsul map olacaqdır. Map incisə xəritə deməkdir, indi. Lazım olsa bunu növbəti dərs keçəcəyik yəqin ki. Yəni saymaq deyəni nəyə nəzərdə tutursunuz? Yəni sayını. Hə, sayını tapmaq üçün. Məndə bu elementdə nə qədər var? Onu multisetə əlavə edib də tapa bilərsən. Multisetə əlavə edib tapsan gec olacaq sayı tapmaq. Amma map-də daha yaxşı olur hələ. Onu demək istəyirəm. Mənim lower bound, upper bound-da da rahat tapa bilərik. O da olar, upper bound, lower bound çıxıb, amma multisetdə yoxdur o indeks olaraq. Müəllim, Hə? Soruş. mən bu map deyir sizə, o bütün arraylər işləyir. Onu lazım olsa deyəcəm, səbirli ol. Keçəndə onu mapdən danışarıq. Mən elə belə dedim ki, yəni elementi saymaq üçün multisetdən istifadə etmək olur, amma daha yaxşı üsulu mapdir. Elə, elementi saymaq üçün. Burada elementin sayını tapa bilirəm də, bu biraz gec işləyir, onu demək istəyirəm. Hə, deməli nəyə bildik? Bunları bilmək kifayətdir. Size, empty, begin, end, insert, erase, hamısını silir, erase, find tapanda birincisini tapır. Birini silmək istəsən, ms erase, ms find yazırsan, sayını tapmaq istəyəndə count yazırsan, sö.
Yəqin ki, başa düşdük bunlar, düzdür? Müəllim. Müəllim. Soruş. Mən siz bu proqramı yazmısınız. Həm bu proqram ən başındakı şey nədir cümlə? Ən başındakı. En başındakı nə? Bu başındakı, yoxsa Yox, laf ən baş. bu? Hə. Proqram o nədir? Pragma. Hə, bu pragma şeydə daha sürətli. Belə başa düş. Bunu yazanda biraz sürətli olur. Mən ona görə yazmışam. Proqramı daha da biraz sürətləndirir. Optimization deyirlər ona. O2, O3, O fast. Yazmasan problem yoxdur. Elə bil ki, bu iki sətir neyinir? 10-11-ci sətirlər. Giriş-çıxışı sürətləndirir. Bu da ki, proqramın əməliyyatlarını sürətləndirir. Elə deyə bilərdim, yəni. Elə ki, maşın mühərriyi olur, maşın mühərriliyin adı. Bu da ki, onun kimi bir şeydir. Proqramın mühərriliyidir. O2 var, O3 var, O fast var, adları var onların. Mən də O3 yazmışam ki, bu mühərriyi ilə işləsin proqram daha sürətli olsun deyə. Bəzən olur, bəzən də ki, normal sürətində olur. Başa düşdün? Yəni, yazmasan problem yoxdur əslində. Biraz sürətli olması üçün yazdım, yəni. Heç bir dəxilisi yoxdur, biraz sürətli olması üçün yazdım. Hə? Sonra nə deyirdik? Gözə. Tamam, multiset buydu. Bir dənə sual soruşun. Multiset, multi sözü nə deməkdir dəfələrlə? Multisetdə multini silsən, diqqətlə baxın. Nə olur onda? Set. Bizdə nə var? Set var, multiset var. Fərqi nədir? Bu multidir, bu da setdir. Adında bir dənə fərqi var və əsas məntiqi bilsən nədir? Bir elementdən yalnız ən çoxu bir dəfə saxlaya bilər. 7-dən 2 dənə varsa birini saxlayıb digərini silir. Onda içindəki elementləri necə verəcək sizcə? For çıxışa nə verər indi? Birini saxlayacaq 7-dən. Sortlayın görək. Setdir, bax. Niyə bilər? Müəllim bir də deyə bilərsiniz. Bax, multisetdə hamısını saxlayırdı sort olaraq. Setdə isə fərqli ədədləri saxlayır. Fərqli ədədləri hansılardır? 2, 2, 5, 3, 9. hə 5, 7-ni 7, 9. saxlayır, birini saxlayır. Əgər ədədlər varsa, bax bu ədəd varsa birini saxlayır. Bu ədəddən 100 dənə olsa, set neçəsini saxlayar? 100 dənə olsa. Birini saxlayar. Həmin ədəddən 100 dənə olsa. Multiset isə hamısını saxlayar. Aydındır? Multiset heç birini atqaz eləmir. Hamısını qəbul edir. Set isə deyir ki, 7 var da məndə. Yox, sənə bu 7 mənə lazım deyil deyir. Başa düşdünüz? Set hər bir elementdən bircə dənə saxlayır. Multiset isə hamısını saxlayırdı. Onda çıxışa hansı elementləri verir? Deyin görək. 2, 3, 5, 7, 9, düzdür? Onda 7-nin countu nə olar? 7-də nə qədər olar artıq? 2 dənə yox, Bir dənə olar. bir dənə. Müəllim, setdə şey reverse vermək olur. Yox, set elə multisetdəki kimi. Sort reverse olmur. İndeksdə yoxdur. Müəllim amma onu şey eləyə bilərik də. Greater bir də səhv etmirəmsə. Olur amma eləməyəcəyik. Olur, bildim nə deyirsən. Neçəncisi Həm greater'ın bir tərsi nə idi ki? Greater gözlə less olmalı səhv etmirəmsə. Bildim. Amma hə, neçənci sinifsən sən? Müəllim mən 6-cı sinifəm. 6-cı. Yaxşıdır 6-da bunları bilmək, amma hə, onu istifadə eləməyəcəyik yəni, hə demək istəyirəm. 2, 3, 5, 7, 9 setdir də bu. Setdə 7-dən nə qədər var? Bir dənə var, bir dənə verdi. 1-dən nə qədər var? 1-dən yox idi, 0. Deməli, count, sayı setdə ya 0 verə bilər, ya da ki 1 verə bilər. Düz dedim. Elementin sayı setdə ya 0 olar, ya 1 olar. Düz dedim, ya yox. Müəllim, Bəli, düzdür. insert əlavə etmək and Bax, ən çox onu ataram özün də oxuyarsan. Bir dənə kim deyə bilər setlə multisetin fərqini? Əsas fərqi nə idi setlə multisetin? Ben deyə bilərəm. Deyim. Qoy birisi deyə bilərəm deyib. Hə, sən de, hə. Neden götürür? Multiset ise bütün hamısını götürür. Yani neçə dənə ədəd verirsə hamısını götürür. Hə, set, multiset hamısını götürür, set ancaq bir dənə. hə, set isə hər ədəddən bir dənə. Multiset nə gəldi götürür, multiset nə gəldi götürür. Amma set isə hər ədəddən
Bir dənə. Ədəd yoxdursa, yoxdur. Vardırsa, istənilən qədər olsa da yenə də bir dənə götürəcək ədəddən. Set. Yaxşı. Eyni şey. Vektorla array ilə nə fərq var? Vektorda sortlayırdı belə əlavə elədikcə, yoxsa yox? Vektorda əlavə elədikcə sortlamır axı. Bunlar sortlayır əlavə elədikcə. Bu insert elədikcə gəlir öz yerinə durur. Öz yerinə əlavə edir insertü. Vektorda öz yerinə əlavə eləmirdi. Vektorda həmişə ən sağ əlavə edirdi. Size eyni şey, ölçüsü, empty. Size 0 olanda true verəcək, yoxsa false verəcək. Begin, end eynidir. Insert əlavə edir öz yerinə. Amma insert əlavə edəndə öz yerinə eyni elementi insert yazanda nə edəcək? Gedib baxacaq var. Varsa onu artıq at qalsın. İstəmirəm onu. Başa düşdünüz necə? Daha istəmirəm o gəlsin mənə. Elə. Erase nə edir? Elementi silir. Bəs erase bir elementi silməklə hamısını silmək setdə fərqi yoxdur əslində. Bax, mən erase yazanda nədə bir dəqiqə. Setdə silmək üçün find'a falan ehtiyac yoxdur. Çünki erase varsa siləcək, yoxdursa silmir axı. Əgər element yoxdursa, erase nə edir? Silmir. Bəs nə vaxt error verirdi? Dediyi error verər, əgər olmasa. Find-la erase eləsəm. Bax, multisetdə erase nə edirdi? Hamısını silirdi. Ya da ki, birini silmək üçün də bunu yazdım. Bax, erase hamısını silir. Bu. Birini silmək üçün də bunu yazırdım, düzdür? Burada fərqi var ya, yox. Çünki burada bir elementdə maksimum bir dənə ola bilər deyə. Artıq ikinciyə ehtiyac yoxdur, düzdür? Bir elementdən sadəcə bir dəfə olar deyə, mən elementi siləndə onsuz da onun bütün təkrarlarını silmiş oluram da. Çünki bir dənə təkrarı var multisetimdə, düzdür? Ona görə burada find-a falan ehtiyac yoxdur. Elementi siləndə təkcə erase yazacaqsan multisetdə. Find də yaza bilərsən, amma bunu yazmaq kifayət edir erase. Erase gedib nə edir? X varsa silir, yoxdursa heç nə eləmir. X varsa silir, yoxdursa heç nə eləmir. Aydındır? Deməli, count nə ola bilər elementin sayı? 2 ədəddən biri olar. Hansı 2 ədəddən biri olar multiset elementin sayı? Ya 0 ya da ki multiset eləmək setdə. Setdə elementin sayı nə qədər ola bilər? Ya 0 ya da ki neçə? 1. Səsim gəlir də yəqin, düzdür? Hə. Başa düşə bildik. Multiset nədir, set nədir? Əl qaldırma düyməsi. Başa düşə bildiysə. Multiset nə seti? Sortlayır, indeks yoxdur. Gəzəndə də bu formla gəzirik. Əlinizi saxlayın, aşağı salla. Baxacam. Hə. Bununla gəzirik ikisində. Elə. Bu əməliyyatlarda var. İndi bunları da atarıq. Başa düşdük ya. Qəşəng. Əla uşaqlar. Tamam. Baxaq görə indi nə məsələlər var. C məsələsini də yazaram. Bir dəqiqə. C məsələsini eləyək. C-də deyir ki, massivdə 10 var massivdə. Hə, yoxsa yox? Massivdə 10 var. Yuxarıdakı massivdə. Yox. Yoxdur. 4 var bəs. Var. 2 var. Var. No, yes, yes. Düzdür də, yəni no. Yoxdur, hə, hə, elə. Başa düşürsünüz məsələdə nə deyir? Yuxarıdakı massivdə bu ədəd var ya yox? 8 var, 2 var, 0 var, 12 yoxdur, 10 yoxdur. Yes, yes, yes. No, no. Müəllim o hansı məsələdir? Bu C məsələsi. C, binary search adında. Yes, no. Hazır funksiyadan istifadə edə bilərik. Hə, set multisetdən yazaq deyirəm. Set multisetdən necə yaza bilərik? Setdən yaza da bilərik, multisetdən də yaza bilərik. Nəyinə, elementin olub olmadığını nəyinə tapmaq olar? Müəllimlə bir də deyə bilərsiniz. Elementin olub olmadığını nəyinə tapmaq olar deyirəm. Setdə, multisetdə. Müəllim deyə bilərəm. De. Find-la. Find-la. Və yaxud da count-la size-a baxar.
Hə, find-la tapacağıq. Find-la if əgər find-ı ms end-dən fərqlidirsə, düzdür? Elə bir şey yazacağıq. Gəl bir dənə yazaq. Bir dəqiqə. Səsi bağla lazım. Mənim səsim. Mən bağlamamışım. Bağlasaydım burada uşaqlar səs səsə bilməzdi. Yatırsan mehman, xorulduysan eynisən. Ya uşaqlar mikrofonu açıb danışır, ona görə mənlik deyil o problem. Hə, demək nə deyirdim? Bizdə var. Gəl buna vektor deyəcəm özüm, bilə-bilə. Deməsəm bunlarda, amma gəl yadımıza salaq. Setdi ya lap bu dəfə. Bir şey eləyəcəm. Gəl countdan yazıb atın, baxım görüm keçər, keçməz. Mənim countla da keçər, niyə keçməsin ki? Keçər, keçər. Amma ola bilər ki, bəlkə zaman limiti olar deyə deyirəm. Bəlkə zaman limiti olsun deyə. If, gözlə. If əgər ms count. Gözlə sual soruşur deyə çaşdım. Sual soruşur. X ədədi məndə var ya yox. X ədədi if countla sıfırdan fərqlidirsə, deməli multisetdə bunun sayı sıfırdan çoxdur. Deməli multisetdə var. Multisetdə varsa cout yes. Yes böyük yazıldı yəqin ki burada. Hə, hamısı böyük. Yes, yoxsa no. Count nə idi? Sayı tapırdım. Mən multisetə əlavə elədim. Əgər bunun sayı sıfırdan çoxdursa yes, yoxsa da ki sıfırdırsa da no da, yəni yoxsa sıfır olur ölçüsü. Yəqin aydındır, həlli. Düzdür, countla necə yazdıq. Bir dənə baxa görə nə çıxır. Bəlkə zaman limiti olsun deyə deyirdim. Bax, zaman limitinə bax, 550 ms. Ms mində bir saniyədir. 550 çox oldu həddən artıq. Çünki count lang istəyir demişdim. Bir dəqiqə səbirli olun. Növbəti məsələdə deyir ki, elementin sayını tap. Elementin sayını nədən tapmaq olurdu? Hər bir elementdən nə qədər var? 2-dən nə qədər var deyir? Bir dənə. 4-dən nə qədər var deyir? 2 dənə. Elementin sayını nədən tapmaq olur uşaqlar? Countdan, düzdür? Ms count versən, düz olar. Hə. Bax. Deyir 4-dən nə qədər var? 2 dənə yuxarıdakı massivdə. Əlavə elədikdən sonra düz verir. 0, 2, 1 düz verir. Koda ataq gəl. Bizəcəyik. Müəllim, Bəli. Time limit buna bax. Time limit niyə verdi? Mən nə demişdim? Nələng işləyir bunlardan? Gec işləyir. Dedim. Count. Count əməliyyatı gec işləyir. Bunu unutmayın. Yoxlamaq üçün dedim, getdim atdım haşa, gec işlədi. Daha yaxşı necə yazma olardı? Daha sürətli. Count'un yerinə nə yazardım? Find-la. Find-la nə yazardım? Hə, kim sual soruşurdu desin. Müəllim də evdə yandı. məndim, Nail. Hə, de, sual nə idi? Mənim orada siz demişsiniz notlar. Notlardan bir yerdə ora göndərəndə problem olmur ki. Olmur, olmur. O əgər yolunda saxlayıb atmısansa, olmur, yox. Məsəl üçün, bura not yazırsan, tutaq ki, boş olduğunu yoxlamaq üçün. Boş olduğunu yoxlamaq üçün. Belə yazıb atsan səhv olacaq. Amma bunu yoruma alıb atsan düz olacaq. Adım. Hə. Find-la necə yazırdıq olub olmadığını? If nə idi? Şərti necə deyirdik? Əgər N-də bərabər deyilsə. Yəni ms nöqtə n-də bərabər deyilsə. aha, ms nöqtə bir dəqiqə. ms nöqtə find n-dən fərqlidirsə, deməli var.
Varsa yes. Yoxsa da no. Yatıb yoxlayaq. Bir ki 500 MS-ə keçmişdi. MS bilirdə nədir yəqin? Oyunlarda falan laqlarda görmüsünüz eləyir 500 MS. Oyunda tutaq ki 0.5 saniyə yük batma var, elə bir şey. O saniyədir amma bilirik. Millisaniyə. Bax bu neçəyə keçər? Hansı sürətdə olar o? Bax bu da altını qoydu bildiyin. Mən bundan çox gözləyirdim. 593 verdi. Nəsə başım bıraq. Bu hansı idi? Amma bu daha sürətlidir deyərdim. Countdansa. İndi burada tam görsənmədi də o. Bu heç yaxşı olmadı. Hə, multiset gediş deyir. Çünki vektor kimi O1-ə yox, o login-ə işləyir. Niyə login deyirəm? Çünki multiset neyinir? Sortlayır. Sortlayanda öz mövqeyini tapmaq üçün login əməliyyatı tapır deyə. Lang işləyir. Başa düşürsünüz niyə lang işləyir deyirəm? Login nə idi? Ədədin, məsələn, 1 milyonluq massivdirsə, login nədir onun? Log 1 milyon. 2 üstünə 1 milyon eləyirdi. Nə demişdik? 20. 2 üstü 21 milyon eləyirdi də. Yəni, hər bir əməliyyata multiset hardasa 20-30 əməliyyat eləyir arxa planda. 20-30 əməliyyatı necə eləyir? Gedib öz mövqeyini tapmaq üçün 20-30 əməliyyata gedib tapır. 2-yə belə, elə gedib tapır. Hə, multiset. Ona görə lang işləyir deyirəm. Zaman limitə çox oldu. Görürsünüz 500-lərə qədər qalxdı. Çünki ədədlərin özdə çoxdur axı 1 milyondur. 10 üstü 6. Bildiyi olub olmadığını tapmaq olar. Ya countla tapmaq olar, ya da ki findlə. Amma ən yaxşısı findlandır tapmaq. Multiset olar. Multiseti yenə set yazsam, yenə də düzgün keçər həll. Sizcə? Olub olmadığını tapmaq üçün deyir. Mənim bəli olar. Olar. Yəni Atsaq, yenə düzgün olacaq. Hətta baxaq indi nə baş verir. Məncə bu daha sürətli olar. Çünki birini də fərqi nədir? İkisi də eyni şeydir əslində. Birində hamısı var, birində yoxdur da indi. Bir dənə saxlayır. Bu yüngülvari sürətli olduğu birisindən, amma yenə də çevir-tatı eyni şey olur. Hə, bu da düzdür, o da düzdür. Set də olar, multiset də olar. Çünki sayını istəmir, olub olmadığını istəyir. Qəşəng. Bunun adını MS demişəm, setin adını, amma əvvəl multiset demişdim deyə, MS demişdim də ona görə. Nasıl idi? Q idi deyəsən. Bunu özünüz işləyərsiniz, yəni eyni kopyası da elə, olub olmadığını tap deyil. 84 deyil, yuxarıda var 84. 33 var deyil yuxarıda, 10 var deyil yuxarıda, 82 var yuxarıda. Bunu özünüz işləyə bilərsiniz yəqin ki, düzdür? Yəni bir yaxşının kopyasıdır. Baxacaq başqa nə var? Lazım olsun növbətlər sizə işləyərik, bir dəqiqə. A məsələsini eləyin görək uşaqlar. A məsələsi deyir ki, fərqli elementlərin sayını tap. Necə taparıq fərqli elementlərin sayını? Mən deyə bilərəm. De. Mənim ədədləri setə daxil edər, ondan sonra da setin sayısını verərik. Hə, düz deyil. Ədədləri setə insert eləyək, sonra setin sayısını verək. Deyin, bax yazıram. Başlanğıcda boş bir dənə set götürək, set, sonra insert elədikdən sonra s size veririk, düzdür? Bax, düzmü yazıram. In, x deyim, massiv deməyim də bu dəfə qoy, belə deyim lab. Set, int, is. Çünki multisetin, bax, setin sayısı, fərqli elementlərin sayıdır. Düzdür, dediyim ifadə. Setin sayısı, fərqli elementlərin sayıdır. Düzdür də, həmişə elə olur. Gözləyim. Əlavə eləmək nə idi? Setə. Ya da multisetə. İndi bu da setdə nədir? Insert. Insert. Ölçüsü nə idi? For'dan sonra ölçüsü. Size. Setin adını S dedim. Insert neyinir? Sıralayıb öz yerinə qoyur. Əgər elementdən var idisə setdə, insert eləyəndə həmin elementi bir də əlavə eləyər. Var idisə ikinci dəfə əlavə eləmir. Düzdür? Yoxsa da əlavə eləyir. Onda gedib nəyini tapır bu? Size-ı.
ölçüsü gedir fərqli elementlərin sayını tapacaqdı onda həmin məntiqlə getsə. Kod çox qısadır, düzdür, çox asan. Başqa cür necə eləyərdi, seti bilmirdisə? Sortlayıb yaza bilərdiniz bu məsələni. Seti bilmirsək, Sortlayıb. mən deyə bilərəm. De. Sortlayıb necə yazacaq ki? Sortlayıb belə deyirəm, yandakı elementindən fərqlidirsə. Əvvəldəki elementdən fərqlidirsə. Yox, müəllim, bir dəqiqə. Bəlkə ola bilər, amma mənim ağlıma daha fərqli üsul gəldi. De görək. Müəllim, bunu vektora əlavə edərik. Vektorda birinci, ondan sonra hər dəfəsində binary search funksiyası ilə baxarıq, varmı, yoxmu deyə bizim əlimizdə də başqa bir vektor var. Əgər binary search ilə bu indiki ədəd Yəni vektor eləmirsən, binary search eləmək üçün bax, ümumiyyətlə, binary search eləmək üçün gərək sort olsun. Vektor sort deyil axı. Mənim onda sortlayarım. Bir dəqiqə. Bildin nə deyirsən, hə, amma ən yaxşı üsul bildin nə deyirsən, hə. Bunu sortladıqdan sonra təzədən vektor əlavə eləməyək. Bax, əgər set bilməsəydi, belə yazardım. Bir dəqiqə. Bunu sortlayanda nə olur? 2 dənə 3 dənə 2, 2 dənə də 3. Elementlərin sayı 1-dir deyirəm. Fərqli elementlərin sayı 2 2-yə bərabərdir. 2 2-yə bərabərdir. 3 2-dən fərqlidir. 3 2-dən fərqlidirsə, indi bu fərqli elementdir. Fərqli elementlərin sayı oldu 2 dənə. Elə. Bax, başlanğıcda deyirəm 1 deyirəm fərqli elementlərin sayını. Çünki boş deyil də. 2-ni saydım, 2 bir dənə fərqli elementdir. Sonra 3 2-dən fərqlidir deyə, ikinci fərqli elementi də gördüm. İkinci fərqli elementi də gördümsə bunun sayını 2 edirəm. Sortlayıb belə yazma olar. Çünki sortladıqda eyni elementlər yan-yana duracaq, düzdür? Eyni elementlər yan-yana durur axı sortladıqda. Əgər yan-yana elementlər fərqlidirsə, 3 2-dən fərqlidirsə, bu artıq başqa elementdir də, düzdür? Heç belə şey ola bilər sortladıqda. 2 gəlib təzədən burada yazıla bilər? Yox. Sortlayanda eyni elementlər yan-yana düşür həmişə. O qaydaya əsasən fərqli elementlərin sayını sortlayıb da tapmaq olar. Amma ən yaxşısı nə idi? Setlə. Çünki set yalnız fərqli elementlərdən bir dənə saxlayır hərəsindən. Ona görə. Hərəsindən bir dənə saxladığı üçün olan elementlərin hərəsindən bir dənə saxlasa, deməli fərqli elementlərin sayını tapa bilir. Qəşəng update gəlib buna. Vicacə. Setlə fərqli elementlərin sayını tapmaq olur rahatca. Insert edirsən, size edirsən. Həmişə fərqli elementlərin sayını tapanda ən yaxşı üsul nə olacaq artıq? Setlə. Tutaq ki, fərqli stringlərin sayını tapmaq istəsə, fərqli sözlərin sayını tapmaq istəsəydin, set string yazardın tip olaraq. Başa düşdünüz bu məsələnin həllini? Setə əlavə edib size-ını verdik. Aydındır həlli. Həll qalıb edəməz. Əla. Burada özüm bilərək məsələləri saxlayıram ki, növbəti dəstədə işləyə bilər. Bir dəqiqə də baxım, başqa istəyirəmsə işləyərik, yoxsa qalır. Gəl, i məsələsini eləyək. Sonra qurtaraq. Sual varsa soruşun. i məsələsində nə deyir? Deyir ki, birinci massivdə olan, ikinci massivdə olmayan elementlər hansılardır? Deyə bilərsiniz, birincidə var, ikincidə yoxdur. Birincidə var, ikincidə yoxdur. Hə. Yoxsa elə deyil, baxın bir dəqiqə. Hə, elə deyil, birincidə var, ikincidə yoxdur, hansılardır? Mən deyirəm, biri 3-dür. İkinci, 2 dənə 3 var, 2 dənə 3 birincidə var, digərində yoxdur. Başqa? Yəni, mən deyir ki, müxtəlif olanları deyir də. 12. Qısaca. Hə. Bax, 2 dənə 3, 12, 4 Bir dənə də burada. Dənə 4. Burada da Burada 2 dənədir, burada 1 dənədir. Deməli, biri yoxdur burada. Mhm. Gözlə bir dəqiqə, 4-ü yox, hələ saymayın məsələn. Bir dəqiqə səbirli ol, deyəsən, elə deməyim bir dəqiqə.
First same order as the first not present in second. Hə, məsələ deyir ki, məsələn 4 burada 2 dənə, burada 1 dənə varsa, əsas odur ki, 4 burada olsun. Burada 2-ni bir dəqiqə. Belə deyir də, yəni 4-dən düz deyir, burada 4-dən 2 dənə var. Məsələ deyir ki, 4-dən var ikinci massivdə. Var. Onda 4-ü çıxışa vermə, saxla. Vermə çıxışa. Şərtə başa düşdük. 3 var ikinci massivdə. Yox, 3-ü ver çıxışa. 1 var ikinci massivdə. Var. Onda keçək o birisinə. 3 var. Yoxdur. Ver çıxışa ver. 4 var o birisində. Var. Dayan onda. Növbətiyə keç də, yəni elə. 2 yoxdur. Çıxışa ver. 4 var. Var. Onda çıxışa vermə də, dayan. Ona görə 4-ləri verməyib. Bu 4 isə bunun ölçüsüdür. Bildiniz niyə 4-ləri çıxışa vermədi? Məsələn, şərtdən deyirdi ki, 4 varsa vermədi. Elə bil ki, aydındır nə dedin? İndi bu məsələdə belə demək istəyib də. Elə desəydi, elə yazardım. Hansı elementlər olmadı? Bir dənə də deyək. 3, 2 dənə 3, 2 və bir dənə də 12. Hə, 4-ləri bildinizsə neynədir? Çünki 4-lərdən istənilən sayda olmağına baxmayaraq, ikinci massivdə bir dənə də olsa 4 varsa, mən sual olaraq nə soruşuram? Sualım həmişə budur. Bu ədəd ikinci massivdə var, yoxdursa çıxışa verirəm. Aydındır? Sualım budur. O sualı if-lə necə soruşa bilərəm? Bu ikinci massivi yığaram setə ya da multisetə. Find-la soruşaram. Düzdür? If əgər find ms end-dən fərqlidirsə, deməli var. Əgər ms end-də bərabərsə, deməli yoxdur. Hə. İndi yazmağa çalışaq. 2 dənə massivi daxil edin. A massivi n ölçüdə, yəni vektorda, B massivi m ölçüdə. Hə, burada sin n m deməyəcəm, çünki m-i ikinci yerdə girib də yəqin ki, hə? Yan-yana girməyib. Bir dəqiqə. Belə, n burada girib, sonra massiv, sonra m girib, sonra massiv. Birinci nəyə set əlavə eləməliyəm sizcə? Birinci massiv yoxsa ikinci massivi? Hansının üzərində soruşuram? Var ya yox sualını. Hansını set əlavə eləyim sizcə? Setdə find eləyim. Müəllimlər, Hansını set əlavə eləyib sual soruşum ki, var ya yox? mənim ikincini. İkincini. Çünki mən olub olmadığı nəyin üzərində tapmalıyam? İkincinin üzərində tapmalıyam olub olmadığını. İkincisini əlavə elədim. Sonra birinci massivi gəzirəm. Birinci massivi gəzib nə deyirəm? Əgər yoxdursa necə deməkdir? Əgər bu element yoxdursa, vektor əlavə edeyim. Yoxdursa vektor əlavə edeyim. Sonra vektorun sayəsinin içindəki elementləri verim. Burada no falan verməyib dəqiq nə? Nə deməkdir uşaqlar? If yoxdursa. Əgər bu ikinci massivdə yoxdursa, ikinci massivi setə əlavə eləmişəm. S setinə ikinci massivi əlavə eləmişəm. S find AI yoxdursa deməli bu nəyə bərabərdir? Yoxdursa nəyə bərabər olur find? N-də. N-də. Onda nə edirəm? Vektoru əlavə edirəm. Vektoru əlavə eləmək nə idi? Push. Nə? Pushback. Pushback. Aha, pushback AI. Vektorun ölçüsünü verirəm sonra. Baseline. Alt sətirdə də vektoru belə gəzədə bilərəm. Gözləyin. Fikirləşirsiniz necə? 3 yoxdur, vektor əlavə elə. 3 yoxdur, vektor əlavə elə. 4 var. 2 yoxdur, əlavə elə. Sonra vektorun sayəsində vektorun içindəki elementləri verdik. Əgər aydındırsa, əl qaldırma düyməsini basın orada. İndi kodu da paylaşayım. Bu da olsun bu günlük sonuncu məsələmiz. Set multiset, vektor set multiset haqqında danışdıq. Davamını da növbəti 2 gün sonra danışarıq.
Bir dənə baxın. Hə. Başa düşdünüz uşaqlar bugün keçdiyimiz mövzumuzu set multiset map deyilmi? Yox, map hələ keçməmişik. Set multiset vektor. Hamısının kodları da burada var yəni. Yorumda yazdığım da daxil. Ev tapşırığı olaraq deməyəcəm. Əlavə bir şey qoymuram. İstəsəz burada K ilə L məsələsi var. Burada da B məsələsi var. B məsələsində K ilə L məsələsini özünüz işləyərsiniz. Qanallarını çünki mövzu məsələlərdir deyə özüm gələ deyim. Ona görə. Başqa sualınız var uşaqlar? Mənim yoxdur. Tamam onda. Sağ olun uşaqlar. Növbəti dərsə görüşəndək. Sağ olun. Sağ olun. Sağ olun.